Demişti bu alime, ya Rozaxana, ya şairə. Buyurdu, xətm elə, bəsdir bu sözlər, yelişdir bu sözləri. Bilirsən kimdir Abbas-ı Dilavər? Odur şagird-i danışgah-ı Heydər. Kimə etsə nəzər ol qanlı gözlər, olar elmində Səlmanla Füzutər. Xiyal eləyibsən. Həzrəti Əbulfəzl o qanlı gözlərinə hər tələbiyə nəzər salsa Səlmandan alim olar. Kişi niyə belə danışsan? Sən alimsən, bu qədri olma almış. O, müqəddimədir da. O gün ki zəng-i süffeyn oldu bərpa. Çəkib 18 ay şiddətli dəva. Əli bir gün verib dəstur buya ki, heç kim getməsin meydana əsla. Səfaralıq edir, hazırqayı verir, buyurdu hər kim mübariz istəsə, həqqül yoxdur gedəsin meydana. 16 yaşda Əbbas-ı Dilara, təzə bacısı Zeynəbin keçavəsi ilə pasiban gəlir Kufiyə. Əmirəl-Möminin xilafət edir, xanım Zeynəb Əhləyal, Əvvəlfəzlə qardaşları ilə təzə əsbi səvar olub, şəhsəvar olub, şəmşiri həmayir xanım Zeynəbin dövrəsinə dolana, Allah heç bacını qardaşlı eləməsin. Gəlib Kufiyə. Əmirəl-Möminin mənbərdə gördü bir namə gəhdilər, gördülər. Oxudu, ağladı, mali şəmşirin çəkdi. Ya Əli, Allah gözləri ağlatmasın. Nə olub? Nə ettifaqçı? Buyurdu, heç əyləşmədi. Bəni alırsan. Buyurdu, Əhləyalım gəlir Mədinədən Kufiyə. Mənim o balaca oğlum, o qeyrətli oğlum, o uzun qollu oğlum bir namə yazdı. Ki, baba, səlamətli ilə bacılarımı gətirdim Kufənin kənarına, icazə versin günün şəhərə varid eləməyəm, bacıma naməhrəmlərin gözü ki. Qalıram şəhərin kənarında gecə xidmət və müşərrəf olan. Bu qeyrətli oğul. Əvvəl zamanlığı zəngi süffendə şirkət edir. 16 yaşda Abbas-ı Dilara ederdi semti meydana temaşa. Ne gördü bir nefer meydanda buya, elini səbb edir basot qarra. Hər ikistir çəkir hər ləhzə urra. Gedib əldən Əbulfəzlin dəmavmi. Herifin üstün aldı üçün şahobi, vırıp bir tir ağzından hesabi. Düşüb atdan səgi, mırda oru şamik. Elə vurdu ağzından. Şəmşiri vurdu vələ düzünə, Əlini oğulsuz görürsən. Əbülfəz ölüb Əliyə yaman deyəsən. Allah eşimi oğulsuz eləməsin inşallah. Hamı oğulsuzlara da Əbülfəz Əli ilə bir gözəl oğul inayət. Yenə fikirlədi, qeydin. Deyildə babam acıqlansa da, qoy bunlara bir dəsti Fəmzi Heydərinin nişan verim. 3-4 tane adamlardan öldürüm gedim babamın yanına. Yenə ol Heydər-i Kərrar-ı Sami, mübariz istədi hər pəhləvani. Vardı İbn-i Şəhsə adlı cami. Muaviyə ona yüz tutdu ani. Dedi getdək elə tez bu cəvani. Bu təklifə edibdir sərtəkani. Dedi Muaviyə, səndən bu intizarım yoxdur. Mən deyərdim, məni ayrı gözlə görərsən. Məni kiminlə barabar tutursan, onun cənginə yolursan. 7 oğlum var, kisiyin 106'ya beraber bilərlər. Məni uşağa tayış elsən. Dedi, aynen öylesin, bəni hoşimi əs-səğir o kəbir, delirəm du mərdəfkən o şiirci. Dedi, hər neyini sən elədi, ancaq onun işini tutar. Çağırdı kisi oğlu. Vardı, getdi oğlu, vurdu, hey, yallah. Tez getdi.
Vardı, yetti oğlu vurdu hey hey. Kiçikten yolladı rəzmə peyopey. Sınıflar süngədəh doğru olup mey. Yonu bu saldı xət tez qələmli. Xət müəllimin kilasda şagirdlərin neyle biz xət yazarıq. O günü elə salan çıxadar elə hər nəyə bir dəfə verlər. Ustaqdır da, işiyor. Həzrət Əbülfəz xət müəllim üçün bunların elə başım vurdu bir gələn. Yonub ustadı xət, tez qələmli. Əmudi, ya üfuqi xət dedi pey. Ey fəlif o Quranı yaz bilirsiniz. Əmudi, yəni belə. Ya üfuqi xət dedi pey. Qələm tək yazdı şəmşiri, əlif bey. Bey ərəbi belə olar, əlif də belə. Birim belədən vurdu, birim belədən əlif bey yazırlar. Atası muariflicə düşdü çünki o da belə olar. İlan kimi qıvrıldı. O da gəldi edib öz işligin yetişdi ta Əlinin öz pəyami. Gördü bir atdı babasının qoşunundan çaparaq gəlir. Gəldi dayandı Əbülfəz müqabilində. Ərz elədi ağa. Babam buyurdu oğul, qolun gücün biraz da Zeynəbin yaman gününə saxla Kərbəla. Çox acı yorma Abbas, gəl. Gəldik. Qatil şeytanı vəsvas. Əsür əmmo əlimdə tiği əlmas. Bir dana xəraş götürməyib, bədəni cızılmayıb Əbbasın. Bir dənə yara götürməyib, 9 dənə atlı pəhlivan öldürüb, amma səni nəyə ağlatacağım? Fəqət şu zatını. Fəqət şu zatını ağlatacağım sizi. Amma bir ləhzə, şirin. İnşallah o cür qəbrində ağlayasan, sözüm yadına düşər. Sözüm yadına düşər Kərbəlada, o balaca qəbrin kənarında ağlayanda məni də yad edirsən. Geyitdi qatil şeytanı vəsvas, əsür əmmo əlində tiğ əlmas, havalda əks alır monəndə əfqaz. Əmir əl-Möminin qoşunun qabağında qəzəbli qədəm vurur. Hüseyin tez etkin məsuliyyət ehsas. Ağayanı, məsul-i cavananı Hizbullah, məsuliyyət çox ağır olar. Hüseyin tez etdi, məsuliyyət ehsas. Dedi, nə babam, qardaşımə bu qoşunun qabağında acıqlan Əbülfəzlin qururusuna. Hüseyin tez etdi, məsuliyyət ehsas. Özün verdi babasının yanına. Dedim olaya ey pakizə ənfas. Ona bir söz demə, ey əşdə inas amadəsən. Ona bir söz demə, ey əşdə inas. Azıqlanma baba, tez ağlar Abbas. Azıqlanma baba, tez ağlar Abbas. Səni səhv eyləmişdi, qovmin əsnas, olub Allah'a xatir həqqə xalmış. Buyurdu, yox oğlum azıqlanmaram, təşrif elərəm, caizədə verirəm. Ərxeyin oldu, qaçdı qardaşının qabağına. Kərbəla deyirdi ki, ikisini də qolları salır. Qollarını açdı, qaçdı qardaşının qabağına. Hüseyin tez olməhi Ənvərdən öpdü. Qızarmış surəti Əhmərdən öpdü. Əbülfəzli ala gözlərdən öpdü. Görüb Abbas ağa nokərdən öpdü. O da tutdu şəri məhşərdən öpdü. Hüseyni sinədən, həndərdən öpdü. O peyğəmbər öpən ləblərdən öpdü. O peyğəmbər öpən ləblərdən öpdü. Əli
bir de iki ovadan öptü. Gene tuttu uzun ellerden öptü. Abbas'ın uzun kollarını. Dedi Allah, özün sakla bana.